Plastik cərrahiyyənin əsas geniş sahələrindən birisi estetik cərrahiyyadır bilirik ki. Estetik cərrahiyyə ilə bağlı olan işləmləri, əməliyyatlarımızı, müayinələrimizin böyük bir qismini artıq Universal Hospitalda öz komandamızla birlikdə davam etdirəcəyik. Qeyd etmək istəyirəm ki, estetik cərrahiyyəyə aid olan bütün üz bölgəsi, gövdə ön yüz bölgəsi, bədən bölgəsinə aid olan bütün estetik əməliyyatlar artıq mənim tərəfimdən və komandam tərəfindən Universal Hospitalda yerinə yetiriləcəkdir. Bugün mən qısa olaraq üz gərmə əməliyyatlarından bəhs etmək istəyirəm. Üz gərmə əməliyyatları son metodika olan endoskopik, yəni kiçik bir kəsikdən olan əməliyyatlarla icra edilir. Kiçik bir kəsikdən üzün bütün bölgələrini gərmə işləmləri və qalıcı gərmə işləmlərini edə bilirik. Bu tür və bədən əməliyyatlarını və üzdə burun, göz qapağı əməliyyatlarının hamısını Universal Hospitalın estetik cərrahiyyə mərkəzində uğurla icra etməyə başlamışıq.